Həftəlik bürclər, dolu səkizlər, tərəzi bürclərini, hava ünsürlərini 6 apreldən 13 aprelə doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar, bəli, bu həftə sizin həftənizdir deyə bilərəm. Çox gözəl bir həftədir, çox gözəl şanslarınız var. Evlə, malla, mülklə nə yarımçılıqlarınız, nə problemləriniz varsa bu həftə onların hamısını həll edə bilərsiniz. Maddesal danışıqlar, şanslar, sürətli bir vəziyyətiniz olacaq. Dolçalar, yəni istədiyiniz gücü, istədiyiniz yarımçı qalmış bütün problemləri hamısını bu həftə həll edə bilərsiniz. Pul maddiyyat baxımından gözəl şans gələcək, ailə baxımından, münasibət baxımından çoxdan əlaqəyə keçmək istədiyiniz insanlarla kontakt əlaqəni bərpa edəcəksiniz. Və bu həftə sizin enerjinizi mən qətiyyən toxunmaq istəmirəm. Çünki gözəl enerjiniz var, təmiz enerjiniz var. Bu enerjinizi uzun müddətli şəkildə apara bilərsiniz. Sadəcə bir dənə burada bir balaca cüzi bir problem var ki, insanlarla danışanda belə deyim də kəskinliyinizi, sərtliyinizi, idarənizi, gücünüzü göstərməyə çalışın. İnsanlara necə deyim sizə, təsir olaraq, belə deyim, fikir olaraq, düşüncə olaraq öz gücünüzü göstərməyə çalışın. Məncilliyinizi, sizin gücə malik olduğunuzu bildirməyə çalışın. Belə ümumi olaraq dolçalar 91%-ə qədər mən bugünə qədər sizi bu qədər pozitiv bir maddisal vəziyyətdə görməmişəm. Uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə bir balaca belə deyim də soyuqluq və daxili təkliyinizə yenidən keçəcəksiniz. Ailə ilə münasibətlə əlaqədar kontaktınızı düzəltməyə çalışacaqsınız, amma bəzi beyninizdə olan sərhədlər, bəzi beyninizdə olan problemlər var ki, sizin aktivləşməyinizi, sizi güclü bir formada olmağınızı, sizin stabiliyinizi qurmağınızı, belə deyim, zamanla mübarizəniz geriyə doğru çəkə bilər. Və burada dəngəsizliyiniz var, qorxularınız var, soyuq vəziyyətdə düşüncə fikirlərinizin sizin bloklaması var. Maniya sadəcə sizin düşüncələriniz, maniya ətrafda olan insanların danışıqlarıdır, küy olaraq sizin beyin və düşüncələrinizi bloklamasıdır. Bunun qabağını almalısınız və belə deyim sizə ayın 9-undan 10-undan sonra daha çox maddesal dəngənizi, daha çox maddesal sferə doğru aktivləşmənizi əkizlər düzəltməlisiniz. Həftənin sonuna doğru alacağınız bir xəbər sizin gələn həftəyə doğru, aprel ayına doğru ciddi qərarlar verməyinizə səbəb olacaq. Hər şey ciddi analiz edin. Negativ həftə deyil, beyin və düşüncələrinizi, yuxularınızı stabilləşdirməyə çalışın. Beyin üzü yorulmuş vəziyyətdədir, beyninizi düzəltməlisiniz. Beyninizdə olan narahatçılıqlar, güvənsizliklər də hamısını açarını tapmalısınız və insanlarla kontaktı bu həftə ciddi bərpa etməlisiniz. Ümumi dəyərləndirsə 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əkizlər. Tərəzilərə gələndə siz tərəzilərdə biraz kritik həftə olacaq. Ən çox şəxsiyyətə doğru yönələcəksiniz. Ailə şəxsiyyətinə əlaqədar mübahisələr, uzaqlaşmaq istəyiniz, hər şey yarımçıq qoymağınız, əsəbiyyətiniz, qərarsızlıqlarınız, zaman çərçivəsində doğru emosionallığınızı itirəcəksiniz. Zaten dəngənizi hələ çox çətinliklə bərpa etməyə başlayırsınız. İndi yenə həmin dəngənizi itirirsiniz. Hər şeydən uzaqlaşmağa başlayacaqsınız. Zaman çərçivəsinə doğru istəklərinizlə əlaqədar olaraq qərarsızlıqda olacaqsınız və tərəzilər qadın kişi olaraq ətrafınızda bir enerji var ki, sizin suyunuzu bulandıra bilər, sizi enerji olaraq zəiflədə bilər. Belə deyim də hər şeydən soyuda bilər, səhv məlumatlar verə bilər, səhv belə deyim də enerjinizi idarə edə bilər. Bu həftə tərəzilər öz enerjinizdə olmağa çalışın, özünüzü gücləndirməyə çalışın, özünüzü qidalandırmağa çalışın. Dəngəniz ciddi bir şəkildə sarsılacaq. Maddesal dəngəniz, şəxsiyyət dəngəniz, sağlamlıq dəngəniz həddən artıq çox belə mübahisəli konflikt vəziyyətinə çevirəcəyiniz bir məqam olacaq. Və bu həftə bacarırsınızsa eşidirəm, qəbul edirəm, görürəm, qəbul edirəm, amma öz istədiyinizi yenə bildirməyə çalışın, amma konflikt formasında, mübahisə formasında yox. Çünki auranız negativdir və bu negativ auranın səbəbi də ətrafdan yığdığınız enerjilərdir. Yəni öz enerjinizdə bulandırmağa ehtiyac yoxdur. Ümumi 69-71%-ə qədər uğurlu edə bilərsiniz, amma ruhsal sakitçiliyiniz bu həftə tərəzilər yoxdur.